Salam, hər vaxtınız xeyir. 12 iyul ikinci şans informatika fənni üzrə istifadə olunan belə bir sualın izahına baxırıq. 65-ci sualdan söhbət gedir. Öncəliklə tanış oluruq. 1024 rəng çalarına malik raster qrafik təsvirinin informasiya həcmi 60 kilobaytdır. Bu qrafik təsvirlə müqayisədə enindəki piksel sayı 4 dəfə az, uzunluqdakı piksel sayı 16 dəfə çox olan və 2048 rəng çalarına malik digər qrafik təsvirin informasiya həcmini kilobaytla müəyyən edin. Gəlin öncəliklə birinci və ikinci rəsm barədə, yəni qrafik təsvir barədə verilən məlumatları qeyd edək. Biz pikselləri bilmirik, x və y kimi təyin edək və 1024 rəng çalar dediyinə görə 10 bitə vuracağımızı bilirik. Bunun ümumi həcmi 60 kilobaytdır. İkinci üçün isə verilən məlumatları qeyd edək. Deyək ki, bu qrafik təsvirlə müqayisədə enindəki piksel sayı 4 dəfə azdır, yəni x-i 4-ə böləcəyik azaltmaq üçün. 16 dəfə çoxdur uzunluqdakı, yəni 16y və burada 2048 rəng çalarından istifadə olunub, yəni 11 bitə vurublar və cavabın nə olduğunu bilmirik. Gəlin birinci qrafik təsvirdəki azaltmaları müəyyən edək, yəni daha doğrusu sadələşdirək, x və y-ə bir qiymət alaq. 60-ı 10-a bölsək, deməli 6 kilobaytdır, yəni x və y bizə 6 kilobaytdır. Burada isə x və y-i çıxardıb 16 bölü 4 kimi saxlasaq, sonra x vur y vurulsun 11 və bərabər nəyə olduğunu bilmirik. 16-nı 4-ə böldükdə biz buradan 4-ü alacaq, yəni buradan 4-ü alacaq. Daha sadələşdirilmiş versiyada yazsaq, 4 vurulsun x vurulsun y vurulsun 11. Bizim x və y-imiz yuxarıdan, yəni birinci təsvirdən cavab olaraq var idi, yəni 6 kilobayt idi. Biz onu yerinə qoysaq, 4 vurulsun, 6 vurulsun 11. Bu da 24 vurulsun 11, yəni 4, 2, 6, 264 kilobayt olacaq. Bu qədər sadə.